Temudan interaktiv dərs üçün müəllimlərə interaktiv dərs təşkil etmək üçün Herkese salam, YouTube kanalımızın əziz izləyiciləri. Bugün sizinlə dərs videosu yox, fərqli bir video bölüşəcəm. Hansı ki, belə məhsullar vurmuşam Temudan interaktiv dərslər təşkil etmək üçün. Düşünürəm ki, bunu sizinlə də bölüşüm, bəlkə kimlərəsə fikir olar. Bunları nə üçün aldığımı da sizinlə bölüşməyə çalışacağım. İlk olaraq belə bir çarx vurmuşam. Deməli, bu formada lövhənin ortasına yapışdırılır. Əlbəttə ki, uşağı çağırıb adi sual da vermək olar, amma bu formada edəndə uşaqlar üçün daha maraqlı olur. Bunu bu formada lövhənin ortasına yapışdırırıq və çarxı çevirir uşaq. Və lövhədə müxtəlif bölmələrin adlarını yazırıq. Məsələn, isim, sifət, say, feil, əvəzi. Bu formada bölmələrin adlarını yazırıq. Uşaq çarxı çevirir. Və çarx hansı bölmənin üzərində dayansa, deyək ki, ismin üzərində dayansa, uşaq həmin bölməyə sual cavab olunur. Deyək ki, ismin üzərində dayansa, uşaq isimdən sual cavab edirik. Feilin üzərində dayansa, uşağı feildən sual cavab edirik. Və bu uşaqlar üçün daha əyləncəli ola bilər. Daha sonra belə stikerlər vurmuşam. Çünki mən uşaqlara çoxlu stikerlər verirəm. Dərsdə mənə çox lazım olur. Ona görə orada qiymətlə münasib olduğuna görə oradan vurmuşam Temudan. Daha sonra belə qaldırmaq üçün, sualların cavablarını yazıb qaldırmaqları üçün belə kartlar vurmuşam. Və bu kartlar bu formada markerlə yazılır. Məsələn, sağ olun. Və silinir. Təmizlənən. Yəni, fərqli məqsədlər üçün istifadə eləmək olar. Deyək ki, razıyam, razı deyiləm, bu məqsədlə istifadə eləmək olar. Səs vermə və yaxud da hansısa suallarda səs vermə məqsədlə istifadə eləmək olar. Və yaxud da, yenə də deyirəm, sualın cavabını biləndə bunu qaldıra bilər. Sualın doğru cavabını yazıb qaldıra bilər. Həm də ki, yazılıb silinən olması çox avantajlıdır və dərsə rəng qatacağına inanıram. Daha sonra, burada nə var qoyacaq? Bu maqnitdir. Bu formada yapışır. Əslində bu tam olaraq hansı məqsədlə istifadə edəcəyimi hələ qərar verməmişəm. Hətta ChatGPT-dən də soruşa bilərəm ki, bunlardan daha fərqli hansı məqsədlərlə istifadə etmək olar. Təbii ki, öyrənməyə çox gec deyil. Belə kartlar vurmuşam. Bu da yazılıb silinə bilən kartlardır. Məsələn, isim. Düşünürəm ki, uşaqlar gəlib lövhədə sualların cavablarını bu formada maqnit kimi yapışdıra bilərlər. Bu da silinir və fərqli məqsədlərlə də istifadə etmək olar. Sualların cavabları üçün məsələn. Belə xoşuma gəldi, maraqlıydı. Aldım ki, hansısa bir dərsdə nə üçünsə istifadə edə bilərəm. Belə. Bu bizim kurikulum kitablarımızda da olan bir oyundur. Kurikulum kitablarda da balıq ovu var. Bu ədəbiyyat dərslərində geniş istifadə oluna bilər. Ümumiyyətlə Azərbaycan dilində istifadə oluna bilər. Humanitar fənlərdə daha geniş istifadə olunur. Bir qabın içərisinə balıqları tökürük və hər birinin arxasına sual yazırıq. İki tərəfi də yenə də. Bunların ən böyük üstünlüyü, ən sevdiyim cəhəti odur ki, hamısı yazılıb silinə bilən kartlardır. Yəni lövhə materialındadır. Bunu da bu formada yazırıq. Sual bura yazılır. Baxın, bu formada təmizlənir. Yəni, təkrar istifadə üçündür. Sualları yazırıq və bir qabın içərisinə tökürük. Bu çox maraqlı olacaq, düşünürəm ki, istifadə edib videosunu da çəkəcəm. Uşaqlar gəlir bu formada, maqnitdir. Bir balıq tuturlar və hansı balığı tutsalar, həmin balıqdakı sualın cavablandırmalıdırlar. Düşünürəm ki, bu onlar üçün çox maraqlı olacaq, belə rəyli balıqlardır bu formada. Bu da onların balıq tutanlar, belə. Görürsünüz, fərqlidir. Üstündə çox qoymuşam indi. Belə. Hansı suallar çıxsa o sualları cavablandırmalıdırlar. Bunu özüm də çox bəyəndim. İstifadə edəcəm. Sonra, deməli, bunu vurmuşam. Bunu əslində mən videolarımda da var. Dərslərimdə çox istifadə eləmişəm. Yarış şəklində eləmişəm. Uşaqlar gəlirlər və mən bir qabın içinə sualları yazıb büküb atırdım. Uşaqlar gəlir, sual çəkir, hansı sual çıxsa cavab verirlər. Bunu keçirmişəm dəfələrlə. Amma indi düşündük ki, daha müasir versiyası var. Belə qablar var idi. Bunların içərisinə belə sualları yığırıq. Hər qabın içinə bir sual qoyuruq və uşaq toplardan birini götürür bu formada. Bunlar bağlanır. Uşaq suallardan, yəni qablardan birini götürür və onun içərisində olan suala cavab verir. Yəni topları çəkirlər, indi bağlaya bilmədim. Aha, bilənim. Belə bu formada toplardan birini çəkirlər və o qabın içərisindəki suala cavab verməlidirlər. Belə. Formada. Yəni biz bunun içərisinə sual qoyuruq. Başqa məqsədlərlə də istifadə etmək olar. Yəni sadəcə mən ilkin versiyamı deyirəm. İndi gedişatda ola bilər ki, daha fərqli məqsədlərlə istifadə edir. Baxaq, burada belə bir qum saat almışam. Uşaqlara düşündürücü suallar verəndə vaxt verirəm ki, 1 dəqiqə ərzində hamı düşünsün. Onun üçün belə bir qum saat almışam. 1 dəqiqəlik qum saatıdır ki, bunu çevirəcəm və uşaqlar həmin müddət ərzində düşünsünlər. Belə. Bu qum saatıdır. Burada özümdə bilmirəm nə var. Baxaq. Əslində alanda gözümə bu qədər çox dəyməmişdi. Ümumilikdə aldıqlarıma 37 manat ödəmişəm. 37 manat bir səfər ödəyirsə. Belə. Görsən işləyir, yox, bataryası yoxdur. Yəqin ki, batarka qoymurlar buna.
Hal-hazırda işləmir. Mən ikili yarışlar çox gec edirəm. İkili yarışlar üçün belə bir siqnal almışam. Uşaqlardan hansı tez bassa o cavab verəcək. Hal-hazırda bateriyası yoxdur deyə işləmir. Yəni hansı tez bassa o sualı cavablandıracaq. Belə bir suala cavab vermək butonu. Birinci suala cavab verəmişəm. Bir də burada belə bir nə var? Hə, bu da uşaqlara sual paylamaq üçün də üzərində markerləri ilə gəlir. Bu da maqnitdir. Həm də markerlər də üstündədir. Yenə də yazılıb silinə bilən böyük maqnitlərdir. Yox, maqnit deyil, üzrəyəm. Bunlar maqnit deyil. Maqnit digərləri idi, bunlar idi. Bunlar xırda vərəqləri idi. Bunlar lövhəyə yapışdırmaq üçün. Bu isə uşaqlara suallar vermək üçündür. Başqa məqsədlərlə də istifadə etmək olar. Suallar vermək olar, bunları paylamaq olar uşaqlara. Hər birinə suallar vermək olar. Belə yəni yazılıb silinə bilən sual kağızlarıdır. Bu formada. Refleksiya üçün bunu əslində verməyi düşünürəm. Məsələn, refleksiya suallarında uşaqlar buraya fikirlərini yaza bilərlər, daha maraqlı olsun deyə. Belə. Bu da belə kartlardır. Bir də ən maraqlısı nə almışam? Təbii ki, bunların hər birindən bütün dərslərdə istifadə olunmur. Yəni, deyək ki, hər dərs biz bunlardan istifadə edə bilməliyik. Amma müəyyən dərslərdə istifadə etmək olur. Yəni, bir dəfə maraqlı nəyisə təşkil etmək olar. Bir dəfə bundan, bir dəfə bundan, bir dəfə digərindən istifadə etmək məqsədə uyğundur və daha maraqlı olur. Belə bir, bu şansa dayanıqlı bir oyundur. Belə bir, bundan almışam. Lövhənin qırağına bunu yapışdırırsan, bunu istədiyin vaxt çıxardıb asa bilərsən oradan. Daha sonra yenə çıxarda bilərsən. Uşaq topu atır, deyək ki, atdı. 80. Doğru suala, sonra sual verir. Əgər suala doğru cavab versə, həmin balığı, yəni qazandığı balığı qazanır. Yəni bu şansa dayanıqlıdır. Təbii ki, bunu əyləncəli olsun deyə bir dəfə, iki dəfə etmək olar. Qrup işlərində də maraqlı olsun deyə eləmək olar. Məsələn, uşaqlardan biri çıxır, atır və neçə xal toplasalar, yəni hansının üzərinə atsa, 30-a düşsə, 80-ə düşsə, suala doğru cavab verdiyi təqdirdə 30 bal və ya 80 bal qazanır. Belə bu qədər düşünürəm ki, bu video maraqlı oldu. Hər birinizə uğurlar arzulayıram. Sağ olun. İnşallah ki, uşaqlarla istifadə etdiyim müddətdə də hər birini sizinlə bölüşməyə çalışacağam. Əsas odur ki, uşaqlar yaxşı öyrənsinlər. Hər birinizə uğurlar arzulayıram. Dur, köməyə buraya yapışdırdım. Bizim bir müəllimimiz oldu, bizim oxumadıq. Olmayıb, ona görə oxumamız.